İmam Hüseyin İslamın ən böyük şəhidlərindən biri və Peyğəmbərimiz Həzrəti Məhəmmədin nəvəsidir. O, Həzrəti Əli və Fatimənin oğludur və İmam Əlinin ikinci oğlu olaraq dünyaya gəlmişdir. Hüseyin həmçinin İmam Həsənin qardaşıdır. İmam Hüseyin 626-cı ildə Mədinə şəhərində doğulmuşdu. O, uşaqlıq dövründə böyük nənəsi Həzrəti Xədicə və Peyğəmbərimizin himayəsi altında böyümüşdü. İmam Hüseyin əxlaqı və dini bilikləri ilə tanınırdı. O, həmişə ədalət, haqq və doğru yolda olmağı əsas prinsip olaraq qəbul etmişdi. Öz həyatını İslamın təməl prinsiplərinə uyğun şəkildə yaşamış, xalqı düzgün yola aparmağa çalışırdı. İmam Hüseyin xüsusilə Kərbala döyüşü ilə məşhurdur. Kərbəla onun və yaxınlarının şəhid olduğu bir döyüşdür və İslam tarixində ən faciəli anlardan biri kimi qalır. O, İmam Əlinin və Fatimənin ləyaqətini və İslamın təməl prinsiplərini qorumaq uğrunda mübarizə aparmışdı. İmam Hüseyin və tərəfdarları 680-ci ildə Yezid ibn Muavinənin hakimiyyətini qəbul etməmək məqsədi ilə Küfəyə doğru yola çıxmışdı. Yezid, Hüseynin səsləndirdiyi haqqı və ədaləti qəbul etmədiyi üçün ona qarşı böyük bir ordusu ilə hücum etdi. Kərbəla döyüşü Məhərrəm tarixində baş verdi. İmam Hüseyin və 72 tərəfdarı bu döyüşdə şəhid oldular. Onlar döyüşdə böyük bir səbir, inam və imanla dirəniş göstərdilər, lakin düşmənin üstünlükləri ilə müqavimətləri sona çatdı. İmam Hüseyin şəhidliyi İslam dünyasında böyük bir travma yaratdı və ondan sonra da hər zaman haqqın, ədalətin və səbrin simvolu oldu. İmam Hüseynin kəlamları İslam dünyasında böyük bir əhəmiyyət kəsb edir və onun həyatına və mübarizəsinə olan dərin anlayışı əks etdirir. O deyirdi, əgər dünyada izzət istəyirsənsə, Allahın istədiyi yolda haqqı müdafiə edin. Bizim mübarizəmiz yalnız Allahın adına, haqqın adı uğrunda bir mübarizədir. Ölüm bizə qadağan deyil, lakin zülmü qəbul etmək bizə qadağandır. Səbir və iman insanı həyatın hər çətinliyindən azad edər. İmam Hüseynin kəlamları İslam dünyasında böyük bir əhəmiyyət kəsb edir və onun həyatına və mübarizəsinə olan dərin anlayışı əks etdirir.